Salam əziz abituriyentlər. Bugün mən sizə ilk anlayışlar bölməsindən olan fiziki və kimyəvi hadisələr, kimyəvi tənliklər testinin izahını verəcəm. Birinci sual. Hansı halda kimyəvi hadisə baş verir? A variantında maye havadan oksigen aldıqda, deməli havada oksigen var. Havada 21% oksigen var. Havadan oksigenin alınması fiziki üsuldur. Yəni onsuz da var bu maddə. Sadəcə onu fiziki üsula ayırırlar. B variantına su buxarlandıqda, deməli aqreqat halının dəyişməsi, buxarlanma, donma, ərimə, qaynama, sublimasiya, kondensləşmə, bunların hamısı fiziki hadisələrdir. Deməli B variantı da fizikidir, C variantı su donduqda fizikidir, buz əridikdə D variantı fizikidir, amma Y variantı suyun elektrolizində artıq elektroliz kimyəvi hadisədir. Burada suyun parçalanması baş verir, yəni reaksiya baş verir. Buna görə doğru Y variantı. İkinci sual. Hansı halda kimyəvi hadisə baş verir? Deməli, dedik ki, aqreqat halının dəyişməsi fizikidir. A fiziki, B fiziki, kristallaşma fiziki, süzmə fiziki, amma yanma kimyəvi hadisədir. Çünki burada yananda artıq tərkib dəyişir, yəni bir reaksiya baş verir. Nə yanır, yansın, yanma kimyəvidir. Üçüncü sual. Fiziki hadisəni müəyyən edin. Oksigendən suyun alınması, sonra yazıb hidrogendən suyun alınması. Deməli, hidrogen və oksigendən suyun alınması bu reaksiyadan alınır. H2O. Deməli, reaksiya baş verirsə, su deməli reaksiya nəticəsində alınır da. Deməli, burada kimyəvi hadisə baş verəcək. Həm A variantı, həm B variantı kimyəvidir. Südün turşuması, turşuma, qıcqırma, çürümə, paslanma, korroziya, bunlar deməli kimyəvi hadisələrdir. C variantı kimyəvidir, dəmirin paslanması Y də kimyəvidir. Amma D variantı suyun buxarlanması isə fiziki hadisədir. Yəni burada sadəcə mayedən qaz halına keçir. Yəni maddənin aqreqat halı dəyişir. Dördüncü sual. Kimyəvi hadisəni müəyyən edin. Deməli, ərimə A variantında və yaxud D variantında istər buz ərisin, istər quruşun ərisin, ya parafin əriməsi fərqi yoxdur. Ərimə fizikidir. A ilə D fiziki, donma fiziki, dəmirin xırdalanması fizikidir. Çünki dəmir xırdalananda burada dəmirin tərkibi dəyişmir. Sadəcə yəni ölçüləri xırda hala gəlir də. Yəni burada heç bir reaksiya baş vermir. Amma südün turşuması bayaq qeyd etdiyim kimi turşuma, qıcqırma, çürümə bunlar kimyəvi hadisələrdir. Çünki tərkibi dəyişir. 5-ci sualda deməli reaksiya tənliyi verib, bizə deyir X və Y-in qiymətlərini müəyyən edin. Burada sol və sağ tərəfdə atomların saymalıyıq. Yəni solla sağda atomlar bərabər haldadır onsuz da. Çünki əmsal yazılıbsa, əmsallaşdırılıbsa bərabərləşdirilibdir. Baxırıq ki, 8 karbon sağda var. Sol tərəfdə də 8 karbon olmalıdır. Deməli, X-in yerində 4 olsa, 2 dəfə 4-ün solda da 8 karbon olar. Deməli, X-in qiyməti 4-dür. İndi Y-i tapmalıyıq. Y-i tapmaq üçün, deməli, biz burada solda da Y var, sağda da. Yəni, hidrogen məhsuldur. Biz bunu oksigen hesabına, yəni burada tapacağıq. Deməli, oksigen sol tərəfdə tam bəllidir ki, 11 O2 var. 11 O2-nin içində 11-i 2 vuranda 22 oksigen var. Sağda da cəmi 22 olmalıdır hər iki maddədən. İndi hal-hazırda 8 mol CO2-də 8-i 2 vuranda 16 oksigen varsa, burada 22-dən 16-nı çıxanda 6 mol oksigendə 6 oksigen atomu da H2O da olmalıdır əmsalına vurandan sonra. Onda burada Y neçə olsa, oksigenin sayı 6 olar. Əlbəttə ki, elə Y 6 olsa. Y-in yerində burada 6 olsa, 6 oksigen olar hal-hazırda suda, ümumilikdə sağ tərəfdə də 22 oksigen var. İndi Y əgər 6-dırsa, hidrogen sol tərəfdə də yenə 6 qoyanda 12 hidrogen solda, 12 hidrogen sağda. Yəni düzəldir. Bir sözlə Y-in qiyməti oldu 6. Deməli, burada doğru cavab X4, Y6, Y variantı. 6-cı sual. Hansı halda hadisələrin növü düzgün göstərilmişdir? Deməli, birinci fizikidir, ikinci də kimyəvi. A variantında ərimə, bərkimə hər ikisi fizikidir. B-də yanma kimyəvi, distillə fizikidir. C-də birinci fiziki, sonra kimyəvi. C variantı uyğun gəlir. D-də oksitləşmə kimyəvi, hidroliz kimyəvi. Y-də qıcqırma kimyəvi, sublimasiya fiziki, yer dəyişikdir. Deməli, doğru cavab olacaq C variantı. 7-ci sualda da yenə eyni qaydada görək hansılar düzgün göstərilir. Birinci kimyəvi, sonra fiziki olmalıdır. Kondensləşmə fizikidir, distillə fizikidir, qıcqırma, kondensləşmə. Deməli, burada da doğru cavab olacaq C variantı. Qıcqırma kimyəvidir, kondensləşmə fizikidir. Hidrolizdir, oksitləşmədir, elektrolizdir, bunlar kimyəvi hadisələrdir. 8-də deməli, deyir 4-cü oxla göstərilən hadisənin adı. 4-cü ox, yəni mayedən bərk hala gəlir. Mayedən bərk hala gəlibdirsə, deməli, burada donma hadisəsi baş veribdir. Doğru cavab olacaq D variantı. 9-da deyir ki, hansı ox sıxımda əriməni göstərir? Ərimə bərkdən mayeyə keçid halıdır.
Bərkdən maye, yəni birinci, yəni B variantı olacaq cavab. 10-cu sual, kimyəvi hadisəni müəyyən edin. Ərimə, nə ərir, ərisin fərqi yoxdur. İndi şüşənin əriməsi yazıb, məsələn, D-də metalın əriməsi, ərimələr fizikidir. Buxarlanma, məsələn, Y variantı fizikidir. Artıq benzinin yanması, yanma kimyəvidir. Şəkərin suda həll olması, suda həll olma yenə fiziki hadisədir. Amma yanma kimyəvidir. Doğru cavab B variantı. 11-ci sual. Sublimasiya zamanı maddənin aqreqat halı dəyişir. Sublimasiya maddə deməli burada bərkdən qaz halına keçir. Məsəl üçün yod sublimasiya eləyir, bərkdən birbaşa buxar halında olur, keçir. Sonra quru buzda CO2 bərkdən birbaşa qaz halına keçir. Yəni sublimasiya bərkdən qaza, yalnız bir. Y variantı. 12-ci sual. Su, buz çevrilməsində hansı proseslər baş verir? Deməli, burada sudan buza keçibsə, aqreqat halı dəyişir. Burada tərkib dəyişir, yanlışdır, tərkib dəyişmir. Aqreqat halı dəyişəndə tərkib dəyişmir. İndi sudan buza keçəndə sıxlıq yazıb azalır. Görək, düzdürmü? Normalda bərk maddələrin sıxlığı maye halında olandan çox olur. Amma su ilə buz arasında burada istisnadır. Burada buzun sıxlığı suyun sıxlığından azdır. Onda deməli, sudan buza keçəndə sıxlıq azalır, doğru olacaq. Sonra deməli, sıxlıq artır, yanlışdır, çünki dediyi azalır. Həcm dəyişir, bəli, həcm dəyişir. Sıxlıq azalır, onda həcm də artacaq. Sıxlıqla həcm tərs mütənasibdir. Deməli, 4-cü də doğrudur. Doğru cavab 2-4, Y variantı. 13-də də bizə deyir ki, hansı proseslər baş vermir? Yenə sudan buza keçəndə, tərkib dəyişir, baş verməyəcək. Sıxlıq da dedik ki, buza keçəndə sıxlıq azalır, azalır, doğrudur, artır, baş vermir. Yəni, yanlış olan 1-dən 3. Həcm dəyişir, doğrudur. Doğru cavab 1-3, B variantı. 14-cü sualda deyir, fiziki hadisələri müəyyən edin. Fenolun əriməsi, ümumiyyətlə ərimə fizikidir. Nişastadan qlukozanın alınması. Deməli, nişastadan qlukozanın alınması burada reaksiya baş verir. Nişastanın hidrozindən alınır qlukoza. Yəni, burada kimyəvi hadisə baş verir. İkincini götürmürük. Amma kartofdan nişastanın alınması bu fizikidir. Çünki kartofun tərkibində nişasta var. Sadəcə onu fiziki üsulla ayırırlar. Deməli, doğru cavab 1, 3, C variantı. 15-ci sual. Fiziki hadisələri müəyyən edin. Şəkərin doymuş məhluldan kristallaşıb ayrılması. Deməli, bu bəli, fiziki hadisədir. Çünki bu kristallaşdırma üsuludur. Yəni, bu üsullar fiziki hadisələrdir, bilirik ki, kristallaşıb ayrılır məhluldan. Deməli, biri götürəcək. İkinci, qlukozanın spirtə qıcqırması. Ümumiyyətlə, qıcqırma sözü varsa, deməli, kimyəvi olacaq. Neftdən mazotun alınması. Deməli, neftdən mazotun alınması neftin fraksiyalı distilləsindən alınır mazot. Distillə prosesi də fizikidir. Deməli, üçüncü də fiziki olacaq. Neftdən mazotun alınması fizikidir. 1 və 3 D variantı. 16-cı sual. Hansı mərhələlərdə fiziki hadisə baş verir? Havadan oksigenin alınması fizikidir. Çünki havada oksigen var. Sadəcə havanı mayeləşdirir. Fraksiyalı distillə ilə alırlar. Bu fiziki olacaq. Oksigendən su. Oksigendən suyun alınması artıq burada reaksiya baş verir. Oksigen hidrogenlə reaksiya girir, sonra suya əmələ gətirir. Artıq kimyəvi hadisə baş verdi, reaksiya getdisə, ikini götürmürük. Amma sudan su buxarı alınması, yəni su maye halından qaz halına keçir. Aqreqat halını dəyişir. Buxarlanma prosesidir, onda fizikidir, götürürük. Doğru cavab 1-3 C variantı. 17-ci sual. Hansı mərhələlərdə kimyəvi hadisə baş verir? Havadan oksigen alınması fizikidir dedik. Oksigendən suyun alınması kimyəvidir, bayaqkinin əksidir. Sudan buzun alınması. Sudan buzun alınması yenə aqreqat halı dəyişir. Yəni, donma prosesi baş verir də burada. Əlbəttə ki, fiziki hadisədir. Bizə kimyəvi lazımdır. Yalnız 2 olacaq cavabımız D variantı. 18-ci sualda hansı reaksiya sxemində bərk kütlənin zamandan asılı olaraq dəyişməsi verilmiş qrafika uyğundur? Deməli, burada bərk maddənin kütləsi müəyyən bir qiymətdən artıbdır, yuxarı qalxıb. Müəyyən bir qiymətdən. Elə bir reaksiya seçək ki, burada. Deməli, bərk maddənin üzərinə hər hansı bir maddə gəliblər, hər hansı bərk olmayan bir maddə. Ondan sonra yenə yekunda bərk maddə alınıb. Yəni, birləşmə reaksiyası olacaq bu, parçalanma yox. Məsəl üçün, A variantı deyil. B variantı bərklə bərk girib maye alınır, xeyr, axırda bərk alınmalıdır. Bu da deyil. Qaz alınıb C-də deyil. Axırda yenə qaz alınıb deyil, Y variantı uyğundur. Və bərk maddə üzərinə qaz halında maddə gəlib. Yəni, biz burada müqayisə eləsək, bayaqdan A maddəsinin kütləsi, qabda yəni A maddəsi vardı, müəyyən bir qiyməti vardı. Üzərinə B gələndən sonra alınan C maddəsinin kütləsi daha çoxdur. Yəni, əvvəl kiçik kütləli bərk maddə idi, indi böyük kütləli bərk maddədir.
Bu şəkildə yəni. İndi ola bilər ki, bir dənə də verərlər sizə reaksiyada A bərk maddə üstə gəl, B bərk maddə alınır, C bərk maddə. Bunu götürərikmi? Xeyr, götürmərik bu qrafik üçün. Çünki bu hal-hazırda bərklə girib bərk alınanda burada buna uyğun gələn qrafik belə olar, sabit, dəyişməz. Çünki bərk maddənin kütləsi solda neçə idisə, sağda da eyni olacaq. Amma Y variantında solda bərk maddə sadəcə A idi, indi A B ilə birləşmiş halı, yəni C-dir. İndi daha artıb, yəni Y variantında. Ona görə bu qrafika uyğun cavab Y variantıdır. 19-da isə görürük ki, bərk maddənin kütləsi müəyyən qiymətdən azalıb. Azalanda mütləq parçalanma reaksiyalarına baxmalıyıq. Yəni parçalanma reaksiyaları bir maddədən ox çıxır bu şəkildə. A-dır, B-dir, C-dir. Bunlardan biri ola bilər. D ilə Y olma ehtimalı yoxdur. Sadəcə indi burada da parçalananda bərk maddə azalıbdır, amma müəyyən bir qiymətdə qalıb. Bir də var ki, qrafikdə parçalananda azalır, gəlir sıfıra düşür. Deməli, azalıb sıfıra düşəndə elə bir reaksiya götürərsiniz ki, axırda alınan maddələr qaz-qaz olsun. Məsələn, B variantının reaksiyasını götürərik mən çəkdiyim qrafikə. Çünki burada parçalanır, bərk maddə azalır, axırda heç bərk maddə qabda qalmır. Qazlarda uçur gedir, ona görə sıfıra düşür. İndi amma biz hal-hazırda azalır, amma tam azalmır. C variantını götürəcəyik bu qrafikə. Çünki C variantında bərk maddə parçalanır bir bərkə, bir qaza. Tərkibindən qaz uçub gedir, azalır, amma bərk maddə yenə də qalır deyə sıfıra düşmür. Burada doğru cavab C variantı. 20-ci sualda deyir, laboratoriyada X, Y və Z maddələrinin analizindən aşağıdakı nəticələr hasil olunur. X-in tərkibi N2, O2 və CO2 qazlarından təşkil olunub. Y-in tərkibində kakao, yağ və karbohidrat var. Z maddəsi O2 moleküllarından ibarətdir. Hansı ifadələr doğrudur? Deyir, X müxtəlif cinsi qarışıqdır. İndi X-ə bir dənə baxın, N2, O2, CO2 qazlarından. Hər üçü qazdır və bunlar gözdə görünmür də, belə deyək. Biz niyə müxtəlif cinsi? Qarışıq olmağına qarışıqdır. Amma ikisi eyni cinsli qarışıq olacaq burada, homogen qarışıq. Onsuz da normalda havaya nə deyirik? Biz deyirik, hava homogen qarışıqdır. Niyə? Çünki havada elə oksigen var, azot var, karbon qazı var. Biz bunu hətta təsirsiz qazlar var, gözlə görmürük. Yəni homogendir, müxtəlif cinsli deyil. Bir yanlışdır. Sonra Y saf maddədir. Y-in tərkibində kakao, yağ, karbohidrat gör, nə qədər maddə var? Deməli, Y burada saf maddə deyil, Y qarışıqdır. İkinci də yanlışdır. Amma Z maddəsi oksigen moleküllarından ibarətdir. Sadəcə oksigendən ibarətdir deməli. Oksigenli bəsit maddə olduğuna görə bəli, Z bəsit maddədir, doğrudur. Cavab olacaq yalnız 3. A variantı. 21-ci sualda yenə həmin o qrafiklərdən də indi uyğunlaşdırmalıyıq. Birinci kütlə dəyişməyən. Bayaq mən kənarda bu qrafiki çəkmişdim. Dedim bu qrafika uyğun reaksiya onu götürərik ki, bərk maddənin üzərinə bərk maddə gəlib alınır bərk maddə. Üçüncü reaksiyanı görürsünüzmü? Üçüncü birinciyə aid olacaq. 3-ü 1-ə götürürük. Çünki bərk soldakı bərk ilə onların cəmi, A-la B-nin cəmi, sağdakı C-nin cəminə bərabərdir. Elə solda nə idi, sağda da odur. Çünki hər ikisi solda bərk idi. İndi növbəti qrafik, elə bunu da bayaq mən çəkdim ki, parçalanmada hər ikisi sonda qaz halına əmələ gələndə sıfıra düşür. Gəlir qrafikdə dəyir bura. Deməli, qaz-qaz olsun. Bax, birinci reaksiyanı ikinci qrafika götürərik. Ortadakı ikinci reaksiyanı götürəcəyimiz qrafik bu şəkildə olardı. Bayaqçı kimi azalır, amma tam sıfıra düşmür. Ona uyğun qrafik budur. Deməli, 3, bir də 1. Doğru cavab A variantı. 22-ci sualda deməli birinci kütləsi artıbdır. Onda birinci maddənin üzərinə bir qaz halında maddə gəlir, amma bərk yox. Üçüncü reaksiyanı görürsünüzmü? Bərk maddə üzərinə qaz gəlib, alınıb bərk maddə. Yəni bərk maddə biraz da kütləsini artırıbdır. Ona görə üçüncü olacaq 1-ə. Sonra parçalanmadır. Azalır, amma tam sıfıra düşmür. Deməli parçalanmada bir bərk, bir qaz alınan. İkinci. İkincini də götürəcəyik ikinci qrafikə. Birinci reaksiyaya uyğun gələn qrafik necə olacaq? Tamamilə sıfıra düşən. Doğru cavab 3, 2. B variantı. 23-cü sual. Hansılar doğrudur? Kimyəvi hadisə. Kimyəvi hadisə deməli suyun donması fizikidir, hidrogen yanması kimyəvidir, yodun sublimasiyası fizikidir, dəmir paslanması kimyəvidir. Doğru cavab 2, 4. Yenə kimyəvi hadisəni soruşur 24-də, amma yox, bu dəfə deyir doğru deyil. Doğru olmayanları götürəcək. İndi suyun donması kimyəvi hadisə deyil. Deməli doğru olmayan kimi götürəcək, fizikidir. Hidrogen yanması kimyəvidir, sublimasiya fizikidir, götürürük. Paslanma kimyəvidir, götürmürük. Bu dəfə də doğru cavab 1, 3.
25-ci sual. Hansı proseslərdə maddələrin kimyəvi tərkibi dəyişir? Deməli, kimyəvi tərkibi dəyişməsi üçün gərək kimyəvi hadisə olsun. Birinci cracking parçalanmadır. Yəni, burada kimyəvi hadisə baş verir. Oksitləşmə də eyni ilə kimyəvi hadisə baş verir. Sublimasiya ilə distillə fizikidir. Orada tərkib dəyişməyəcək. Kimyəvi hadisələrdə tərkib dəyişir. Doğru cavab 1-dən 2. 26-cı sualda deyir, hansı proseslərdə maddələrin kimyəvi tərkibi dəyişmir? Yəni, kimyəvi tərkibi dəyişmir deyirsə, bu dəfə fiziki olsun. Onda crackingi götürmürük, oksitləşməni götürmürük, sublimasiya və distilləni götürəcək. Cavab olacaq 3, 4. 27-ci sualda deyir, Azeri Likt Azərbaycana aid Azəri və Çıraq neft yataqlarında hasil edilən neftin ticarət markanıdır və tərkibində deyir, kürdün kütlə payının maksimum 0,14% olması və bir sıra digər mühüm göstəricilərə malik olduğuna görə bu neft markası dünya bazarına yüksək keyfiyyətli xammal hesab edilir. İndi deyir, doğru ifadələri müəyyən edin bu neft haqqında. Birinci deyir, ENC-si qarışıqdır. Deməli, birinci doğru olacaq. Ona görə ki, neft özü, söhbət neftdən gedir. Neft ENC-si qarışıqdır. Neftin su ilə qarışığı, müxtəlif cinsi qarışıqdır, amma neftin özü ENC-si qarışıqdır. Sonra deyir, 20 ton bu neftin tərkibində maksimum 28 qram kürd olur. Gəlin bunu hesablayaq. Və bizə bayaq qeyd edib ki, deyir, kürdün tərkibində kürdün kütlə payı maksimum 0,14% olur. İndi 20 ton neftdə. Gəlin 20 tonu əvvəlcə 20 tonu çevirək kiloqramı. Niyə? Çünki burada ikinci ifadədə kiloqramla deyir də, 28 kiloqram. Görək biz də 28 kiloqram alırıq ya yox. 20 ton olacaq 20.000 kiloqram. 20.000 kiloqramın da deməli 0,14%-ni tapaq. Bıraq 0,14-də bölək 100-ə. Bu 2 0, bu 2 0-dan geçsə. Onun 2-dən 0, 14, 14, 2, 28. Bəli, 28 kiloqram burada kürd olur. İkinci də doğrudur. Götürürük. Sabit qaynama temperaturuna malikdir, yanlışdır. Çünki qarışıqlar, yəni sabit qaynama temperaturuna malik olmur. Bu saf maddələrə aid olan bir ifadədir. Doğru cavab 1-2. 28-ci sual. Trinitrogliserin yüksək partlayıcı təsirə malik maddədir. Zərbənin təsirindən partladığı üçün silah istehsalında tətbiq olunur. Partlaması nəticəsində əmələ gələn qazların hər biri havanın tərkibində var. Doğru ifadələri müəyyən edin. Deməli, trinitrogliserin qapalı yazıblar C3H5 N3O9 deməli parçalanır partlayanda. Buradan CO2, O2, N2 bir də su əmələ gəlir. Deyir, alınan qazların hər biri havanın tərkibində var. İndi doğru ifadələri müəyyən edin. Baxaq görək. Partlamasının alınan qazların qarşılığı homogendir. Bəli, bunlar elə havadakı qazlardır və homogen qarşılığı, eyni cinsi qarşılığına gətirir. Bir doğrudur. Adi gözlə görünmür çünki. Trinitrogliserin sabit ərimə temperaturuna malikdir. Saf maddədə də formul var. Saf maddələr sabit ərimə temperaturuna, sabit qaynama temperaturuna malik olur. Ona görə ikinci ifadə də doğrudur. Trinitrogliserin qarışıq maddədir. Xeyr. Yəni qarışıq olsaydı onun formulu olmazdı. Formulu olanların hamısı saf maddədir. Bunu demişik. Doğru cavab 1-2. 29-cu sual. Nə doğrudur? Görək indi. Dəmirin paslanmasını fiziki yazıb. Paslanma kimyəvidir. Bir yanlışdır. Şəkərin əriməsi fiziki. Bu doğrudur. Benzinin yanması kimyəvi. Doğrudur. Şüşənin əriməsi fiziki olmalıydı. Yanlışdır. Südün turşuması kimyəvi. Bu da doğrudur. Doğru cavab olacaq 2, 3, 5. 30-da isə nə doğru deyil. Paslanmaya fiziki yazıb, elə doğru deyil götürəcək. Əriməyə fiziki yazıb doğrudur. Yanma kimyəvi doğrudur. Ərimə kimyəvi yanlışdır. Çünki ərimə olmalıydı fiziki. Sudan oksigen alınması. Sudan oksigen suyun parçalanmasından alınır. Kimyəvi hadisədən alınır. Ona görə doğrudur götürmürük. Doğru olmayanlar 1, 4. 31-ci sual. Naxçıvan duzu tərkibində 84 mineralı birləşdirən ən faydalı məhsullardan biri hesab olunur. 1927-ci ildən başlayaraq Naxçıvanda dağ yatağından duz çıxarılmağa başlanılıb. Bu yataqdan çıxarılan təbii duzun tərkibində 95% natrium klorid, 5% isə həll olmayan quru qala olur. Neçə ton Naxçıvan duzu artıq miqdar suda həll edilən zaman 250 kiloqram həll olmayan hissə qalar. Deməli, biz görürük ki, normalda yəni duzun özü 100%-dir. Onun 95%-i həqiqətən saf duzun özü hissəsidir. 95% natrium klorid var. 5%-də quru qalıq var. Deməli, bizə də deyir ki, nə qədər Naxçıvan duzu həll edək, neçə ton həll etmək lazımdır ki,
burada həll edilən zaman 250 kiloqram həll olmayan hissə qalar. O 5%-ə uyğun gələn hissəni deyir, bizə 250 kiloqram deyir həll olmayan hissə. Həll olmayan hissə neçə faiz olur? 5%. Belə bir tənasüb quracağıq ki, 5%-ə 250 kiloqramdır. Və mən 100% bütöv axtarıram. Bizə deyir neçə ton Naxçıvan duzu? 95'e x yox, 100'ə, yəni quru qalıqla birlikdə əsas isə hər biri bütövlükdə, yəni bu duz 100% nə qədər olubdu? Buna da bir x qoyuruq, hələ tapdığımız kiloqram olacaq, bizə ton deyir şərtdə. Ona görə sonda tona çevirərik. Bir dənə bunu hesablasaq, deməli 100'ü vuruq 250'yə, 250 vurulsun 100, bölünsün 5. Bu eləyəcək 5000. 5000 kiloqram. 5000 kiloqram da neçə tondur? 1000'ə böləndə 5 ton. Doğru cavab olacaq 5. 32-ci sual. Qızıl məmulatlarının əyarı onların tərkibindəki saf qızılın faizini göstərir və karat ilə ölçülür. Saf qızıl 24 karat olaraq adlandırılır. Bu qızılın 100% saf olduğunu göstərir. Və 24 karat olan qızıl saf qızıldır, 100% qızıldır. 12 karat əyarlı qızıl məmulatlarının 50% saf qızıl, 50% isə digər metalların qarşılığında təşkil olunur. Aha, deməli 12, 24'ün yarısıdır da 12. 24 100 olanda 12 də 50% olar. Buradan bunu görürük. İndi bizə deyir 18 karat əyarlı 20 qram qızıl zinət əşyasının tərkibində neçə qram saf qızıl olduğunu hesablayın. Deməli biz gördük ki, istəyirsiniz 24 ilə tənasüb qurun, istəyirsiniz 12 ilə tənasüb qurun. 24 ilə tənasüb qurarıq ki, məsəl üçün 24 karat olanda 100% idisə, görək 18 karata uyğun gələn faiz nə qədərdir? X. Buradan 18'i vururuq. 100'ə bölürük 24'ə. 6 yaxsar getsə 4, burada da 3, 300'ü 4'ə böləyəcək 75. Deməli 75%. 75% burada, yəni 18 karat olan qızıl deməli 75% saf qızıldır. 24 olanda 100 idi, 12 olanda 50 idi. İndi 18'ə də nə qədərdir? İstəyirsiniz 24 ilə tənasüb qurun. Ya da deyin 12'yə 50 idisə 18'ə 2, belə də tənasüb qurarıq. Nəsə bir sözlə 18 karatlıq neçə faiz oldu? 75%. İndi 20 qram qızıl zinət əşyası. İndi 20 qram həmin o zinət əşyasıdır. O 20'nin 75%'ini tapaq görək orada neçə qram saf qızıl var. Bıraq 75'ə bölək 100'ə olacaq 5. 75'də 5'ə böləndə eləyəcək 15. Deməli doğru cavab olacaq 15.